Cənub zonasının ən məşhur yeməklərindən biri olan sırdağı hazırladım. Ümumiyyətlə yay aylarında mən bu yeməyi çox tez-tez hazırlayıram. Hazırlamağına gəldikdə isə badımcanların qabığını bu şəkildə soyuram və bu şəkildə doğradıqdan sonra üzərinə duz əlavə edib acılığını çıxartdıqdan sonra qarğıdalı yağında hər iki tərəfini yaxşı qızardıram. Pomidor da 4-5 ədəd istifadə etdim. Onları da halqa şəklində doğrayıb eyni ilə qarğıdalı yağında qızartdıqdan sonra qızartdığım badımcanları ilk öncə tavaya əlavə edirəm. Onun da üzərinə qızartdığım pomidorları, yenidən onun üzərinə qızartdığım badımcanları bir də bu şəkildə əlavə etdikdən sonra, yəni sıra şəklində üzərinə 4-5 diş doğranmış sarımsaq, 1 stəkan su, kərə yağı da əlavə etdikdən sonra zövqə görə duz, istiot və qapağı örtülü şəkildə 5-6 dəqiqə bişirirəm. Mən göyərti ilə bu yeməyi sevdiyim üçün servis etdikdə həmişə üzərinə şüyüd və reyhan əlavə edib servis edirəm. Yedikdə də qatıqla çox ləzzətli olur. Sizlər də hazırlayıb nuş edin, çünki çox ləzzətlidir.